1988-ci ildə Qarabağ hadisələri yenidən başlayanda Sədərəkli Süleyman kişi olur. Görür ki, iki erməni Sərkislə Bağdasər harasa qaçırlar, sevincək, şad-xürrəm şəkildə. Süleyman kişi deyir ki, ay qonşu bir ayaq saxlayın, nə olub, niyə belə sevinirsiniz? Sərkis cavab verir ki, ay kirvə, bəs eşitməmsən, Qarabağı alıb verdik özümüzünkilərə. Süleyman kişi başını tutur, deyir, evin yıxılsın, ay müsəlman, evin yıxılsın, ay Süleyman. Necə olur, nə vaxt aldınız, necə verdiniz, bu bizim torpaqdır. Deyir, sizin idi, oldu bizim. Deyir, yaxşı, nə oxuyursunuz, uzaqdan nə çağırırsınız? Deyir, uzaqdan bayatı çağırırıq, bayatı deyirik, sevincəyik ona görə. Süleyman kişi deyir ki, yəni bayatı da sizindir. Deyir ki, hə, biz elə Dələ Babadan bayatı da demişik, bayatı çağırmışıq. Süleyman kişi laf belə pəjmürdə olur. Yəni, həyasızlığın dərəcəsinə baxın. Bayatı sözü Oğuz Türk qəbilələrinin ikincisi olan Bayat elinin adındandır. Bayat tayfasının adındandır. Qədim türkçəmizdə zəngin mənasını verir. Yəni, tipik türk sözüdür. Və erməni deyir ki, hə, istəyirsən birini deyim. Deyir, gəlsin qonşu. Deyir, əziziyəm bağda sər, bağda qurut, bağda sər. Əziziyəm bağda sər, bağda qurut, bağda sər. Qarabağı əldən verməz, Sərkislə bağda sər. Süleyman kişi özünü itirmir, deyir, ay qonşu, qoy birini də mən deyim. Sərkis deyir, gəlsin kirvə. Deyir, əziziyəm bağda sər, bağda qurut, bağda sər. Əziziyəm bağda sər, bağda qurut, bağda sər. Dədəsi ilə qələt eləyir Sərkislə bağda sər. Zəfərimizin 5-ci il dönümündə, yubiley ilimizdə, ilk yubiley ilimizdə könlümdən keçdi ki, sizi bir qaravəlli ilə təbrik edeyim. Belə qaravəlliləri, folkloru, bayatıları, türk dili, türk milləti olduqca heç bir xalq bu eli, bu elatı işğal edə bilməz. Azərbaycan xalqını Allah Taala qorusun, belə imtahanlarla bir daha sınamasın. Allah Taala böyük türk millətini payidar eləsin, əbədi eləsin, gücünə güc qatsın və belə sınaqlara bir daha mübtəla olmayaq. Hər kəsin zəfər gününü qutlayıram. Hər kəsin zəfər günü mübarək olsun. Allah Taala Türkiyə yar olsun.